Bir şeydən şikayətçiyəm. Bilmirəm, siz də mənimlə eyni duyğuları, emosiyalar bölüşərsiniz yoxsa yox. Amma həqiqətən gözüm yorulub, bezib, qulağım bezib. Yəni, nə qədər ChatGPT cümlələri eşitmək olar, nə qədər ChatGPT cümlələri görmək olar, oxumaq olar. Yəni, tamam, belə bir alət var və bu bizim işimizə müəyyən mənada yarayır, mən bunu anlayıram. Amma gündəlik nitqimizdə niyə daimi bununla istifadə edirik, niyə duyğularımızı ChatGPT vasitəsilə ifadə edirik, bu mənə o qədər çatmır ki, xüsusilə də efirlərdə mən bunu müşahidə edirəm və mən 1000 dənə sözün içindən seçirəm ChatGPT cümləsini, sözünü. Yəni onlar elə bir kombinasiyalar yaradırlar ki, onun yəni fərqinə varmamaq mümkün deyil də. Yəni eləməyin belə, xahiş edirəm. Yenə deyirəm, o bizə xidmət edən bir alətdir. Əlbəttə ki, bizim işimizə yarayır, istifadə edirik müəyyən mənada. Ümumiyyətlə istifadə etməmək bu dövrün uyğun deyil də, təbii ki, mən anlayıram, amma da hər yerdə yox da, hər yerdə yox. Az qaldırıq bir-birimizə mesaj yazanda da ChatGPT-nin yazdığı mətni göndərək. Nə bilim, vallah. Siz də mənim kimi qıcıqlanırsınız bu məsələdən.